Bakıda aprelin 28-də hava yağmursuz olacaq. Rayonlarda isə qısa müddətli yağıntılar gözlənilir. Qlobalas xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9 dərəcədən 13 dərəcəyə qədər isti, gündüz 13 dərəcədən 16 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40%-dən 50%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu 8-dən 12-yə qədər dərəcə isti, gündüz 15-dən 20-yə qədər dərəcə isti, dağlarda gecə 2-dən 7-yə qədər dərəcə isti, gündüz 7-dən 12-yə qədər dərəcə isti olacaq.